alt Bizə isə yaşlar... legioner bazlıqdır. Yox. Futbolumuzda Yox. Okay. hal-hazırda. Bu həftəsi var. İmişli, məğlub olduğu İmişli ilə oynayacaq. İmişlidən görə nə qədər qol vuracaq? İmişli Ayxan Abbasovun sözünə qüvvət. İmişlidir futbol oynamında. Yəni imkan verir biz oynayaq, nə də göz oynayaq. Ayxan Abbasovun komandası güclü futbol oynayır axı. Yəni bir şeydir. Bunlar yaratdılar, İmişli yaratmadı bir dənə. Bizə deyək ki, Samir müəllim, sizə halal olsun. Siz çox möhtəşəm iş görmüsünüz. Nəticə də ortadadır. Budur. Qurban deyirsə, gedir gün ölməyə, uçurumdan aşağı hamı gedir ora. Burada Dambrasqasa bravo deyirəm mən. Dambrasqas bellissimo, mükəmməl. Hardan gəldi, nətər gəldi, zəmbillə gəldi, kim gətirdi? Durnalar gətirdi, kim gətirdi? Yəni abunə olmamışsınızsa abunə olun ki, sizə bildirişlər də gəlsin ki, yəni bizi izləyənlərin 75% kanala abunə deyil. Və bu çox təəssüf hissi doğurur. Küstük. Danışmayacaq. Sizlə danışmayacaq. Xahiş edirəm, daxil olun. Abunə olmamışsınızsa abunə olun. Pulsuz bir şey. Abunə olun. Hər vaxtınız xeyir Foodcast TV izləyiciləri. Hər birinizi salamlayıram. Mən Elçin Cəfərov. Deməsən olmur layihəsinin növbəti buraxılışını təqdim edirik. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan futbolundan danışacağıq. Xüsusilə son bir həftə ərzində Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələri müzakirə eləyəcəyik və bu müzakirələr ətrafında fikir mübadiləsi aparacağıq. Təbii ki, hər zaman olduğu kimi qonağımla bərabər demək istərdim, amma artıq qonağımız deyil. Bizim həmkarımız Foodcast TV-nin aparıcı eksperti dəyərli Rafael, xoş gəlmisən. Nətərsən, nə var, nə yox? Sağ ol. Çoxdan görüşmədik neçə vaxtdır. Və deməsən olmur layihəsinin elə ilk buraxılışını əziz tamaşaçılar, əziz dostlar, biz Rafaellə bərabər açılışını etmişdik. Və ümid edirik ki, bu dəfə də müzakirələrimiz maraqlanacaq və siz də qarşı tərəfdə bəzi məqamlardan, zarafatlardan dodağınız qaça bilər, dodaq qaçdı ola bilər. Eyni zamanda çalışacağıq ki, futboldan danışaq. Təbii ki, müzakirəyə keçməmişdən öncə Foodcast TV-nin YouTube kanalına abunə olmağı və izlədiyiniz videoları, canlı yayımları bəyənməyi, paylaşmağı sizdən xahiş edirik ki, daha geniş auditoriyaya gedib çata bilsin. Başlayaq mı? Başlayaq. Azərbaycan Premyer Liqasında Rafael 23-cü tur geridə qaldı. Maraqlı qarşılaşmalar və bol qollu daha çox liderlərin bol qollu qələbələri, insafsız turları və maçlar da yadda qaldı. Qarabağ Araz Naxçıvana 6 top vurdu. Qonşudan qalma geridir deyərək Sabah isə Qəbələ üzərində 7 toplu qələbəyə sevindi. Ümumiyyətlə bir ötən tura nəzər yetirsək 23-cü tura ümumi diqqəti cəlb eləyən nə oldu ümumi qarşılaşmalarda? Ümumi götürsək ilk öncə turanın artıq 3-cü yeri üçün işin həll elədiyin. Bəli, artıq Avrokuboklar münasibəti ilə təbrik eləyə bilərik. Təbrik eləmək olar. 90-95% turan azarkeşləri artıq indidən özləri üçün hazırlıq görsünlər yaya. Yeni mövsümə. Bəli, konfransın seçmə mərhələsində hələ kubok qazansalar Avropa Liqasına gedəcəklər, amma Avropa kuboklarının təsnifatı artıq 95% hazırdır. Çünki Neftçini məğlub eləyəndən sonra Zirə məğlub elədilər. Neftçinin artıq xal fərqi çox böyüdü. 3 ilə 4-cü yer arasında. Demək olar ki, 3-cü yer artıq garanti Turanındır. İnanmıram ki, bundan sonra 10 tur qalıb da. 10 turda Turan 3-cü yer əldən verər. Belə əsas bu yadda qaldı. Və ondan sonra Qarabağın qələbəsi bir gün öncə 6-0'lıq Arazdan, ardıcan Sabah turun bağlanış oyununda kubokda zülüm çəkdiyi, məğlub eləyə bilmədiyi, əlavə vaxta qədər penallaşmaya qədər 10 nəfər qalmış Qəbələ gəldi, 2-dən son 5 dəqiqədə qol vurdu. Ardıcan uzatmaya getdi, Sabah bir dənə də vurdu, Qəbələ gəldi, birini də vurdu. Getdilər penallaşdıya. Orada artıq Pokatilov öz belə deyək bacarıqlarını nümayiş elətdirdi. Həqiqətən də çox gözəl sevlər elədi. Orada Qəbələni məğlub elədi çox zülmlə. Və bütün Qarabağ azarkeşləri və fərqi yoxdur Instagramda, TikTokda, YouTube'da, sosial media platformaları hər yerdə. Bütün Qəbələ ilə də oyun, kubok oyununa görə biraz vaxt verilmişdi deyə, qalmışdı həftə içinə və hamı gözləyir ki, Qəbələ Sabahdan xal alacaq. Çünki Qəbələni məğlub eləyə bilməmişdi. Əlbəttə.
Deyirsən saydığını say gör. Hamı, bütün Qarabağ azarkeşlərin videosu ki, Qəbələdən xal alacağıq və biz çempionluq yarışına təzədən qayıdacağıq. Sabah dedi ki, o deyil. Bu dəfə keçməyəcək. Bu mənlikdir. Qəbələ ilə bir ki, o acıqları kubok oyunlarında 2 dənə oyunda acığı yığıldı qaldı. Bunu məğlub eləmədi. Bütün hirsini tökdü. 4-0 birinci hissə dedim, yəqin ikinci hissə maksimum bir dənə qol vura, bəlkə də verəcək topa Qəbələ bir dənə top vuracaq. 4-1 bəlkə belə qutarar da o. Yox, qardaş, elə həmin kimi başladılar. Yəni başladı. 7 qolun 7-sində fərqli oyunçu vurmuşdu. Bəli. Əgər yaddaşım aldatmışsa indi baxaram. 7 qolun 7-sində fərqli oyunçu vurdu və Qəbələnin üzərindən yəni tank kimi keçdilər. Sabah dedi ki, yəni sonuncu qol Rəhman Daşdəmirov vurdu. Yəni özə əvəzləmədən girmişdi. Solvaya əvəzlənmişdi. Yəni Sabah mən hələ də daha doğrusu mənim gözləntilərim mövsümün əvvəlindən deyirsən də, deyirsən ki, Sabah çempion olacaq. Sabaha düzdür, hə. Mən avqust ayından hələ favoritin dəyişilməyib. Yox, zaten faiz nisbəti nə qədərdir? Sabahın əlində də çempionluq. Bəli, bir nəfər etiraf eləyək. Sabah yəni versə verəcək. Qarabağ bütün oyunlarını utsa bir oyunu Sabahla qalır. İndi xal fərqi 7-dir. Qarabağın Neftçi ilə ehtiyatla oyunu var. Deyək orada Neftçini məğlub elədi. Oldu 4. Bir oyunda Sabahı məğlub elədi. Yenə də bir xal fərqi qalır. Bu yenə də Sabahın əlindədir. Sabah kiməsə xal itirəcəkmi sualını verirsənsə, kim onunla xal ala bilər ki? Hal-hazırda. Bu həftəsi var. İmişli, məğlub olduğu İmişli ilə oynayacaq. İmişlidən görə nə qədər qol vuracaq? İmişli Ayxan Abbasovun sözünə qüvvət. İmişlidir futbol oynamında. Yəni imkan verir biz oynayaq, nə də göz oynayaq. Ayxan Abbasovun komandası güclü futbol oynayır axı. Yəni bir şeydir. Bunlar yaratdılar, İmişli yaratmadı bir dənə. Yəni ümumiyyətlə mən deyərdim ki, İmişli gör hardan da gəldi. İmişli mövsümün əvvəlində qazandıq vacib qələbələr var ha. İndi onun meyvəsini, bəhrəsini yeyir. Bəhrəsini görür. Zaten sonuncu yer bizdə artıq bəllidir. Karvan ora lövbəri qəşəng salıb, tərpənmirdi o tərəfə, bu tərəfə. Karvan getdi. Bəli. Karvan getdi. Nətər gəlmiş elə də getdi. Sözün əsl mənasında. Baş məşqçilərin dəyişsəydilər bəlkə də yanvarda, bəlkə bir şans olardı. Daha erkən. Yeni qan gələrdi, yeni düşüncə gələrdi. Bəlkə oyunçuların potensialının daha başqa bir adam. Məsələn, necə ki, Kəpəz göndərdi, Azərbağırov gəldi, Kəpəz toparlandı. Toparlandı, bəli. Və nəticə verməyə başladı. Qarabağı belə məğlub elədilər. Yəni, bunu eyni Kəpəzin elədiyin Karvan da eləsəydi, bəlkə də Karvan İndi yenə də son yerdə olanların hərəsinin 16-17 xalı var idi. Mübarizə hələ də gərgin davam edirdi. Amma görünür ki, Karvan getdi. Kəpəz, Qəbələ, Şamaxının arasında mübarizə gedəcək. İmişlinin üzrə istəyirəm. İmişliyə gəldikdə isə Kaskilyanın əlində nə var idi ki? Heç kimin tanımadığı oyunçular, heç kimin tanımadığı baş məşqçi gəldi bizi təcrübələndirdi. Komanda özü çox fərqli formada çempionata hazırlaşdı. Yəni özü də bilmədi. Bir anlıq özün Premyer Liqada gördü. Yəni hər şey çox sürətli cərəyan elədi. Amma pul da qazandılar. Yox, əlbəttə gələn mövsüm Qarabağa görə də 1.16 milyon. Yox, ondan əvvəl 800.000 avro gəlmişdi, səhv eləmirəmsə. Bu klublara. Bəli, Azərbaycan liqasının təmsilçisi çempionlar çıxsa bütün liqa komandalarına 800.000 bonus verilirdi. Ondan da əlavə indi Qarabağın yaxşı çıxışından sonra da 1.6 verdilər. Yəni yaxşı puldur. Əlbəttə özü İmişli kimi klub üçün çox böyük puldur. İmişli büdcəsi nə qədərdir? 3 milyon. Nə qədər olar? Ondan çox olmaz. Məncə çox olmaz. Olsun 6 milyon, 7 milyon. 6 inanmıram ola. 6 milyon olsa Kəpəzdə zad olar, yəni Turanda olar. 5. Ondan çox olmaz yəni. Kəpəz məncə Turanda daha çoxdur. Etibar deyirsən çox. Ehtiram müəllim. Ehtiram müəllim çox səxavətli insandır. Ehtiram müəllimi yox, söhbət yox. Sadəcə büdcəsinə görə mən deyirəm ki, yəni 11-10 milyon ondan artıq olmaz. Yəni Turanın büdcəsi. Mən düşünmürəm ondan çoxdur büdcələri. Yəni Azərbaycanda ən çox pul xərcləyən lider Qarabağ Neftçidir. Ardıcan Sabah zirə gəlir bildiyim qədərilə. Sumqayıt, Araz, Turan eyni hardasa 10 milyon, 11 milyon büdcə ilə yəni işi döndərirlər. Yəni düşün ki, Qarabağ Neftçinin və Sabahın oyunçulara verdiyi maaş bunların təkcə etdiyi büdcələrdir. Yəni o da var. O faktor da var. Ona görə məsələn Turan həqiqətən ayrıca bir alqış düşür onlara. Qurban Berdiyev
bu il nəticə verməsəydi gedirdi də. Bəli, böyük ehtimalla, amma amma bir mütəxəssisə inanmaq, sona qədər onun əsas onun ideyasına, bəli, ideyasına inanmaq və nə qədər kənardan təzyiqlər olsa da oyun oynamırlar, fətvalara getmədi. Klub rəhbərliyi həqiqətən, yəni çünki hər tərəfdən doldururdular beyni. Yəni göndərək, bu bizə uyğun deyil, bizim strategiyamıza uyğun deyil, bizim hədəflədiyimiz turan adam Berdiyevdir adam. Adam Rusiya futboluna embargo qoymuş adamdır. Rubin Kazanla nələr hadisələr yaratmış adamdır. Yəni bu cür mütəxəssisə qarşı belə dırnaqarası münasibət sərgiləmək biz bəzən bizim mediada indi mediada daha çox yazılırdı. O Türkiyəyə oxşayırıq biz həqiqətən. Qardaşdan geri qalma söhbəti. Həqiqətən belə baxıram bəzən elə həqiqətən iki dövlət bir millət oluruq. Yəni türklər kimi biri xoşumuza gəlmədi, hamı baltalayır, amma Qurban verdiyi nəticə verir də. Sən nə istəyirsən? Okan Buruk'u istefa deyən var idi. 2 həftə bundan qabaq. Okan Buruk getməlidir deyənlər var idi Türkiyədə. Biz nəyə qoyub nəyə axtarırıq kişi? Biz nəyə qoyub nəyə axtarırıq? Türkiyədə ümumiyyətlə dəlixanadır da. Biz də onlara oxşayırıq da. Yəni yavaş-yavaş üzr ona doğru gedirik. Dünənləri bir yazıya baxıram. Samir Abbasovla Vernedubu müqayisə edirlər və deyirlər ki, Samir qalsaydı daha yaxşı olardı. Həmin adamlara sual vermək istəyirəm ki, PFL-in YouTube-dakı kanalında oyunlar belə deyək, qalıb orada 2 saatlıq. Bəli. Açın, Samir Abbasov gedənə kimi bütün oyunlara gündə 2 saatınızı xərcləyin, bir oyuna tam baxın. Bəli. Ondan sonra Vernedub gələndən sonra, keçid dövründə Vernedub ilk oyununa başlayandan sonra Vernedubun oynatdığı oyunlara baxın. Ondan sonra bir dənə o yazıyı yazan adam, onları müqayisə edənlər, o fikirləri bildirənlər, ondan sonra bir dənə oturun, bir dənə müzakirə aparın ki, qardaş, sizin düşüncəniz, belə deyək, faktlarınız doğrudurmu və ya nəyə əsaslanır deyirsiniz? Yəni Samir Abbasov düzdür, indi deyəcəklər, mən çox sərt tənqid edirdim onu. Mənim üçün yəni çox zəif baş məşqçidir. Taktiki anlayışı, oyun disiplini olmayan bir baş məşqçi. Elə gör hardan hara gəldik, çıxdıq. Bu günlərdə Sumqayıta yazırlar. Orada yazırlar, amma bir məsələni deyim, bu günlərdə belə bir şey Turan'a da yazmışlar, bax, 2 ay bundan əvvəl. Hansısa jurnalistə sual verib. Ondan sonra müsahibə sport net saytında ondan sonra. Deyir ki, get Ceyhundan və o digərlərindən sonra. Onlar yaxşı bilərlər. Digərləri içərisində böyük ehtimalla biz də varıq. Yəni çünki yəni belə deyək də, birinci sən öz işinə odaqlan. Əlbəttə. Bir işinə fokuslan ora və oradakı nəticələri qazan. Ondan sonra gəl otur Ceyhunun, Rafaelin, Elçinin və yaxud da Ziyanın və yaxud da Əlinin. Yəni gəl otur onların qarşısında, başda öz iradlarını bildir və bu fonda da müzakirə apar. Biz də deyək ki, Samir müəllim, sizə halal olsun. Siz çox möhtəşəm iş görmüsünüz. Nəticə də ortadadır. Budur. Biz nə deyə bilərik? Biz də öz fikirlərimizi təbii ki, deyəcəyik. Amma sən bu günlərim, məncə son illərdə Neftçi tarixində Samir Abbasova yaradılan transfer şəraiti heç bir mütəxəssisə yaradılmır. Nə istədi elədilər? Böyle hər şey elədilər. Ya sən bundan bir nəticə, bir oyun çıxartmayandan sonra nəyə gəlib mətbuata oyun çıxardırsan? Yox, o bilsən nədir? Bu insanlarda da bu çox yerdə var. Ümumiyyətlə tək futbolda deyil bu. Yəni insan öz səhvin qəbullanmamaq üçün hər şey günahlandıracaq. Yəni göydəki uçan quşu da günahlandıracaq, küləyi də günahlandıracaq. Hər şey ki, təkcə deməsin ki, günah məndədir. Mən səhv elədim, heyəti düzgün seçmədim və ya mən düzgün taktiki cəhətdən rəqibi analiz eləmədim, düzgün hazırlaşmadım. Hər şey günahlandıracaq, futbolu nəzərdə tutub deyirəm də indi. Yəni Samir Abbasov da vaxt istədi, verdilər. Heyət məni deyil, elədilər. Dəyişmə, yayda 13 dənə transfer elədilər. Artıq nə eləsin? Getdilər, hücumçu deyirdin, Samboya görə, belə deyim də, diz çökmüşdü İmişli ilə oyunda, Sambo'nun qaçırdığı toplara görə də yetim. Şamaxı ilə oyundaydı daha doğrusu. Yoxsa İmişli? Yox, İmişli ilə oyunda. İmişli ilə oyundaydı, təkbətəkdə vura bilmədi. O da Yevlaxda oynayırdı İmişli. Yəni, onu da dedin, getdilər Abubakarı gətirdilər sənin üçün. Abubakar biraz sənin ömrünü uzatdı Neftçidə. Çünki Qəbələ ilə oyunu çevirdi, kubok oyunlarında qol vurdu, liq oyunlarında qol vurdu. Biraz sənin
belə deyək də ipdən aldı. Amma yenə də sən təzədən ipə çarmıxa çəkdilər, asdılar sən orada. Söhbət onda gedir ki, baş məşqçi olaraq sən heç bir şey eləmədin axı. Durub onu günahlandırır, jurnalisti günahlandırır, oyunçuları günahlandırır. Özündən başqa qardaş hamı günahkardır. Bir dənə Samir Abbasov günahkar və bir müddət Turan Tovuza yazdılar o Qurbanberdiyevin biraz Turan Tovuz lideri idi axı. Sonra liderliyi verdi, biraz düşdü aşağı, zirə 3-ə qalxdı və Arazdan aşağıda idi və Sumqayıtın yaxşı. Onda Qurbanberdiyevi hamını başlamışdı Qurbanberdiyevi pisləməyə. Bu Turan rəhbərliyinin həqiqətən halal olsun ki, qərarların arxasına durdular, inandılar baş məşqçilərinə. Yəni orada hamı yazırdı. Samir gedəcək Turana, bu xəbərlər çıxırdı. Sən mən canım. Qurbanberdiyevin pis çıxacaq. Qurbanberdiyevin ayağını bildiyin Samir Abbasovun başı bilmir. Yəni bu açıq aydındır. Çünki bu futboldan yəni görünən odda, görünən Dağdır bələdçisi. Mən deyirəm təcrübə Berdiyev daha təcrübəli, daha və nəticə daha belə deyək də winner mütəxəssisdir. Winner mütəxəssisdən getmir söhbət. Söhbət sənlə gedir. Futbola yanaşma tərzi. Futbol dəyişilir, düzdür? Yanaşma tərzinə görə. Berdiyev 2012-də də baş məşqçi idi, nəticə verirdi. 2026-da da nəticə verir. Çünki sən 2012-də, 2013-dəki futbolla indiki futbol bir deyil. Taktiki anlayışlar və həmin dövrün ən yaxşı baş məşqçisi indi hal-hazırda heç kim it qapısından qovurlardı onu. Heç kim Mario nəzərdə tutub deyiləm. Heç kim onun futbolunu bəyənmir. Nəinki o futbol nəticə belə vermir. Hara gedib qovulur. İndi düşün ki, Qurbanberdiyev hələ də bir səviyyəsini saxlayırsa, baş məşqçilik eləyirsə, tələbatı varsa, deməli bu adam yeniliklərə açıqdır. Sən Azərbaycan futbolunda bir çox baş məşqçilərin, yəni çoxu köhnə düşüncədə Azərbaycandan kənara çıxanda şilləlilər abratına dala qaytarırlar. Mən sənə bir söz deyim. Azərbaycanda hansı ki perspektivinə inandığımız, bu gün çətin şərtlərdə, klublarda məşqçilik eləyənlərin hər birinə Samir Abbasovun şansı qədər şans arzulayıram. Mən də. Özüm razıyam. Ona yaratdıqları şans, ona verdikləri imkan, oyunçular, ümid edirəm ki, Ayxan Abbasova verirlər. Məşqçi olasan bəxtin olar o demək. Azər Bağırova versinlər onu. Yəni mən görmək istəyirəm Ayxan Abbasovu hansısa böyük klubumuzun başında, yəni bir 20 milyon. Mən Azər Bağırovu görmək istəyirəm. Mən bilmərəm. Elmar Baxşıyevin özü. Elmar Baxşıyev, Vaqif Cavadov, elə Vaqif Cavadovun özü. Yəni Vaqif Cavadova da şans vermək olar. Amma mən hücumçulardan və mərkəz müdafiəçilərindən yaxşı baş məşqçi çıxdığını görməmişəm. Nə yalandır. Yaxşı mütəxəssis özümüzdə var. Məsələn, şeylərdən ümumiyyətlə deyirəm. Tərlan nəticə verən müəllim heç də, yəni adam nəticə verir qəzəndə. Prosta bilmirəm götürəndə də. Onu niyə görətsə, yəni belə deyək də bəlkə də acı dil olduğuna görə bəyənmirlər. Nə bilim, nəsə müəyyən səbəblər var da ümumiyyətlə göstərəndə. Yəni çünki futbol taktikadan ibarət deyil. Orada psixologiya var, ünsiyyət var, hər kəslə dil tapmalısan. Bütün kollektivi hamısını bir saxlamalısan. Yəni həm rəhbərliklə, həm oyunçularla, həm personalla, həm köməkçilərlə gərək hər kəslə elə bir dil tapasan ki, hamı sənin ideyana inansın, ona doğru hərəkət eləsin. Yəni bu baş məşqçinin əsas işi odur ki, o öz ideyasını hər kəsə inandıra bilsin. Yəni liderlik bacarığı olmalıdır. Qurbanov məsələn hamıdan ayıran nədir ki, onun liderliyi. O bəlkə taktik cəhətdən çox da güclü. Bizdə Azər Bağırov bəlkə taktik cəhətdən Qurbanovun güclü baş məşqçidir. Amma ki Qurbanov idarəçiliyi, liderliyi bacarır, xarizması var, öz ideyalarına hər kəsi inandıra bilir. O danışanda hamı susub ona qulaq asır. O öz fikrini elə çatdırır ki, onu tanımayan adam belə onun fikirlərinə inanıb onun arxasınca gedirlər. Yəni belə deyək, bəzi oyunçular var ki, bəlkə Qarabağdan çıxartsan heç bir işə yaramayacaq futbolçular ki, biz bunu bir çoxunda görmüşük. Çox görmüşük. Deməli, burada nəsə faktor var. Bu təkcə taktikadan getmir. Yəni Qurbanovun uğuru onun burada məncə sırf psixoloji məsələdir. Psixoloji məsələdir, idarəsidir. Yəni həm yuxarı idarə edə bilir, həm aşağı idarə edə, həm orta. Hər yeri idarə edir və hamı Qurban deyirsə gedir bu gün ölməyə, uçurumdan aşağı hamı gedir ora. Və nəticədə verir. İndi görə nə olacaq da? Bu belə deyək, mövzudan çıxıb mövzuya girdik. Ona görə bu elə məsələdir ki, deməsən olmur. Yəni demək lazım. Kimsə deməlidir. Bəli. İndi gələk sabaha. Sabahda sən bu tempi
Yəni mən çox qəribə bu mövsüm mənim üçün o 7 birlik, nə bilim, zirə üzərində qazanılan, nə bilim 3 top, 4 top fərqlilik, sən Araz Naxçıvan üzərində qazanılan 4 top fərqlilik qələbə. Yəni mənim üçün təsadüf deyil, çünki hər rəqibi eyni oyun anlayışı ilə 20-25 dəqiqədə oyunu bitirir. 25 dəqiqədə oyun bitirir. Yəni burada Dambrasqasa bravo deyirəm mən. Dambrasqas bellissimo, mükəmməl. Yəni bu komandanı son aylarda bu həm fiziki olaraq, həm mental olaraq, həm taktiki olaraq necə düzgün meydançaya yerləşdiribsə, yəni PlayStation oynasan heç bu cür nəticəni ideal oynaya bilmərsən. Yəni həqiqətən və mən bu oyun planında da hər zaman demişəm, Rahman Aliyevi çox bəyənirəm. Aleksey İsayev, çox böyük iş görür. Rahman Aliyevin Torreira'ya oxşayır. Umarın gördüyü iş indi Ömər deyirdi onu. Bəli, Ömər deyir. Məncə milliyə dəvət almalıdır bu. O yəqin çalardı öz dünya çempionatında gedə də bilər, şansı da olardı. Çünki bu oyundan bu belə də qara iş görür. Kamilo Duran necə Kolumbiyaya getdisə. Amma o da o da bilinmir. Belə söhbətdir. Hələ ki bir dəqiq şey. Ola bilər ki, geniş heyətə alınıb, sonra çıxarılıb. Oradan çıxarılıb. Ya da ki, hələ ki geniş heyətdə var. Amma o axırıncı ələkdən keçirilmir. O da çünki məsələn Qalatasarayda Sara Braziliyanın geniş heyətinə alınıb. Bəli, indi də. Amma indi o 23 oyunçu, 25 oyunçu arasına girəcək, girməyəcək, o sualı artıq. Ola bilər ki 100% ki Kamilo Duran artıq millinin belə deyək, baş məşqçilərinin diqqətindədir. Ki belə bizim oyunçumuz var. Çempionlar Liqində bu cürə çıxış edirsə 100% kiminsə diqqətində olacaq da və Kolumbiyanın da çox da belə güclü futbolçuları yoxdur. Bəli. Ki deyəsən Kamilo ora gedib Falcao yoxdur məsələn. Hədə yəni deyəsən elə bir dünya ulduzu yoxdur ki, gedib ora düşməsin. O cəhətdən ola bilər, amma dəqiq hələ ki bir məlumatımız yoxdur. Rahman Aliyevə gəldikdə isə onun meydanının Aleksey İsayevlə yaxşı tandem təşkil edib mərkəzdə. Aleksey gələndən sonra bunların tandemi komandaya o qədər faydalı şəmsanı yüksəltdi ki mərkəzdə. Sən oradan cinahlardan hücuma qoşulan o Simici, Maluda, Puxac, sol canımda. Yəni təsəvvür edin mərkəzdə bax Puxacın hücuma rahat qoşulmağının səbəbi Rahman Aliyevlə Aleksey İsayevin mövqe sığortalarıdır. 100%. Çünki o bilir ki, bu bura getsə arxadan gəlib onları sığortalaya biləcək. Geri qaydanda Rahman Aliyev boyu balaca, ciyər yəqin öyle bütün bədənini tutur. 80% ağciyərdən ibarətdir. Adam yorulmur, nəfəsi bitmir. Umar ümumiyyətlə oyunun hücum fazasında da, müdafiə fazasında da mövqe seçimi çox düzgün eləyir və ayağı da sərrastdır. Ayağı pis deyil. Lepnitsa ayrı bir ayrı bir səviyyə. Lepnitsa o Qarabağla oyunda bir çox azca biz oyundan əvvəl, oyundan sonra canlı açanda oyun vaxtı Ziyəyə deyirəm ki, biz oyun arxaya fırada YouTube-da baxırdım, Ziyəyə də göstərdim. Onun top saxlamağı, oyunçunu aldatma bir növ Busquetsin daha alt versiyasıdır. Ona baxanda həm fiziki cəhətdən də onu xatırladır. Bu trio hər şey həll edir mərkəzdə. 100%. Çünki niyə görə? Lepnitsanın ən zəif cəhəti sürətidir. Sürət baxımından zəifdir. Amma top saxlamaqda pasdır, oyun oxumaqda, oyun çaldırmaqda. Sağ stopin bir zaman qazandırması var. Azərbaycan liqası üçün üst səviyyədədir. Onun əksiyiliyini isə Umar bağlayır. Sürət. Umar onun puzzle-dır da. Hamısı bir-birini çox gözəldir. Sol cinahında çox sürətli Maludası var. Sağda texniki cəhətdən oyun oxuma bacarığı, pasda, bitiriciliyində yaxşı Simic var. İrəlidə Mikelsdir, çox sürətlidir, xəyaldır, möhtəşəm sürətdir. Yəni komanda zaten komandada bir dənə sürətsiz oyunçu var. Yəni hücum fazasında o Lepnitsadır. Müdafiədə də zaten Solvet sürətsiz kimi görünsə belə sürətlidir. Sağda sürətlidir Zedatka, solda Puxac ayrı bir sürəti var. Yəni komanda sürətdən ibarətdir və o sürətdə bizim liqa üçün artıqdır. Artıqdır. Ona görə hər maçda da nəticə boğur sürətinə. Bu qədər. Qarabağla oyunda da sonradan o mərkəzdə biraz yorğunluq oldu deyə. O yorğunluq deyil. Mən deyim o gol var ha 3-1 məsəl üçün də 70-ci dəqiqədə olmasaydı, məsələn 81-də 82-də gəlsəydi dönməzdi. O bir dənə də biraz da o Sabahın məncə təcrübəsizliyinin oyunu öldürənmədi. Hə,
Bizə o düşündü ki, 3-dən sonra Qarabağ öləcək. Amma elə hə, bunlar biraz konsentrasiyanı itirdilər. O dünya futbolunda çox olub, belə nümunə çoxdur. Yəni Sabah 3-cü oyunda da Qarabağla belə 3-0 önə keçsin. İnan ki, Qarabağ 3 dənə gol vura bilməyəcək Sabah. Çünki artıq Sabah məsələn Qəbələ ilə oyunda 2-0-dan oyunu verdi. Qarabağla 3-0-dan gətirdi, heç içəyə gətirdi. 2 oyunda üstünlüyü əldən verdi. Yəni bu hamısı bir təcrübədir komanda üçün. Bunun Azərbaycan liqasında yaşamağı daha yaxşı ki, indi Avropaya doğru gedəcək. İndi yəqin ki 95 və çempion olduğuna görə Çempionlar Liqinin təslimatından başlayacaq və bu Qarabağla acı təcrübə, Qəbələ acı təcrübə və məsələn indi Qəbələ liq oyunda 7-1 olmağın əsas səbəbi bu 2 oyunda 3-0-dan 2-0-dan oyunu verdiyinə görə ki, qardaş 2-0-dan da biz oyunu vermişik, 3-0-dan da fərqi yoxdur. Gəl bunu elə yıxmışkən yerə təpikləyə öldürək bunu burada. Vəsə. Elə ona görə də Qəbələni elə elədilər. Və inan ki, İmişliyi də həmin günə qoyacaqlar. Yəni 3 dənə vurub dayanmayacaqlar. Arazla oyunu necədir? 3 dənə vurdu, dayandı. Bir dənə buraxdı, sonra 4-cü vurdu, oyunu bitirdi. Məsələn, Zirə ilə oyunda da həmçinin. Amma bu dəfə yəni elə bir şey eləməyəcəklər. İmişli ilə tutacaqlar, axıra kimi döyəcəklər meydançada ki, məsələn, Kəpəzlə oyunda hamı deyir ki, Kəpəz az qalmırdı. Kəpəz də nələri çıxartdı qapıdan. Qapıçı, müdafiəçilər. Kəpəzin kapitan adı nə idi? Yadımdan çıxdı, mərkəz müdafiəçisi. Maraqlı da bir dənə familiyası var. Legioner. 12 dənə top var idi, dizi ilə çıxartdı boş qapıdan. Simicin bir zərbəsi var idi, bir də Alekseyin zərbəsi idi. Yəni Sabah həqiqətən çox güclü futbol oynayır. Yəni Azərbaycan liqasında Qarabağın 3-cü oyunda da mən demişəm, 2-ci oyundan sonra Qarabağ 3-cü oyunda da məğlub edə bilməyəcək Sabaha. Qarabağ azarkeşlərim dedi ki, biz Sabahı məğlub eləyəcəyik, xal fərqini 1-ə indirib, bəlkə Sabah indi təzyiqdə dözməyəcək, xal itirəcək. Heç onu da eləyə Qarabağın oyun sistemi Sabaha çox tərs gəlir və Sabahın qabağında duramayacaq. Maraqlı, iddialı. İddialı deyil. Mən sezon başlayandan demişəm, iddiamı da sonuna qədər deyil. Hələ ki iddiam mənə doğru oldu. Qarabağda dincələn Qarabağda tam fərqli. Dincəlməkdən getmir. Valla dincəlməkdən getmir. Sabahla oyundan əvvəl də dincəlmişlər. Dekabrın 9-un oyunda da dincəlmiş gəlmişdi. Burada məncə sən dincəlmək təkcə fiziki dincəlməkdən getmir. Psixoloji biraz çətinlik var. Mən ona razı deyiləm. Qarabağın Sabahın da o oynaya bilmir Qarabağ. Sürətli futbolda Qarabağ çox zəifdir. Yəni Qarabağı bilsən necə rəqib dayanıb oynaya bilən, sakit rəqib. Bax Qarabağa qarşı meydançanın Qarabağ aydınlığında pressing tətbiq edən kollektivlər hamısı Qarabağ üstünlüyü. Məsələn, Kəpəz də oyun anlayışını oynayanda üstəliyib. Bax inan ki, Neftçi ilə oyunda Qarabağ çox böyük zülm çəkəcək. Çünki Neftçi də sürətli futbola dönüb. Vermudun oyun sistemi elədir. Prost cinahlar işləmir də. Hə də orada Neftçidə hələ ki Neftçi hələ vaxt lazımdır. Vermudun yetimin gəldiyi 2 aydır. 2 ayda istərsə məsələn mən bax keçən dəfə də demişəm, iddialı fikir. Gələn mövsüm çox fərqli Neftçi izləyəcəksiniz. Çox fərqli. Bəli, mən ona razıyam. Yəni Neftçi azarkeşləri sakit olsunlar, belə rahat bu mövsümü belə izləsinlər sona qədər. Yerinə mərkəz müdafiə oyunçusu alsınlar İqorun yanında. Məncə olmalıdır. O deyil. O deyil. Üçlü oyundan o adamı özündə saç yoxdur, amma mən saçımı başımı yoldurur da hər dəfə oyuna baxanda. Ona görə bir də gələk belə maraqlı oradan ora keçidlər elədik. Bu milli komandamızın bilirsən də 20 yaşlardan ibarət yığmamıza yeni baş məşqçi təyin edildi. Hardan gəldi, nətər gəldi, zəmminlə gəldi, kim gətirdi, durnalar gətirdi, kim gətirdi? Rui Jorge. Ay Rui Jorge. Sən kimsən, haradasan, bu neçə vaxtdır, gəl çıx. Yəni, çox maraqlıdır. Yəni, Azərbaycanda bir adam tapılmadı. Yox, asısı var. Bayaqdan nə qədər adı sadalanmışıq. Elmar Baxşiyev, Vaqif Cavadov, Tərlan Əhmədov, Əmil Azər Bağırov, Təzən Ayxan Abba, hamısı da. Yəni, vallahi billahi, bundan əvvəlki AFFA rəhbərliyinə, yəni o qədər səhvlərə yol verilib ki, biz həmişə də bunu demişik. Yeni AFFA rəhbərliyinə bu gün də mən strategiyaya inanıram və inanıram ki, gələcək perspektivdə strategiya öz nəticəsini verəcək. Amma mən çox belə təəccübləndim və çox təəssüfləndim ki, yəni bu nə təyinatdır, qardaş? Onlar başqa bir prizmadan mən baxım bu səbəbə. Aylıq maaşı da deyilənə görə 100.000 manatdır. Olanmaz o qədər. Aylıq maaşı.
Qurban o qədər maaş alır. Yəqin ki, o korpusu da var da bəlkə. Yəqin bütün komanda ola bilər. İnanmıram. Məşqçilər korpusu ilə bər. O 20-yə, yəni baş məşqçi qədər. Dünya çempionatında bizə dünya çempionluğunu qazandıracaq. Sən əlində birincisi, mən sən üzr istəyirəm, mən bir fikrimi tamamlayım, Rafael, sonra sən geniş danışarsan. Baxın, bax bu günlərim Santoslar gəldi, kimlər getdi. Qardaş, bizdə xam mal yoxdur. 20 yaşlı, bu dəqiqə mən ümumi bir araşdırma elədim, baxdım Neftçinin əvəzedici heyəti. Bir Murad məsələn. Gələrsən birinci liqaya baxırsan, oradakı 20 neçə yaş olacaq? 22, 20, amma düşür, düşür ora. 3 dənə desən. Məsəl üçün, Neftçi 2-də var, məsələn, Aslan Şirinov var, Turanda var. Yəni, bax, məsəl üçün, bu uşaqlarda, Rui Jorge, sən bunlardan necə axtarıb tapasın? Sən bu uşaqları necə yığasın? Mən bilsən hansı yanaşmadan yanaşıram. Bizdə Azərbaycanda çox böyük problem var axı. Nepotizm, bizim dildə də tərcümədə bu, yəni, qohumbazlıq. Aha. Alt bizə isə legioner bazlıqdır. Yox. Futbolumuzda yox. Okey. Mən söhbəti başqa prizmadan deyəcəkdim. Qohumbazlıq söhbətini nəyə görə gətirəm? Nepotizmin, belə deyək, niyə görə Azərbaycanda bədbəxt edir? Bizdə aşağı yaş qruplarında. Məsələn, bilirik ki, çox bu söhbət. Bu arada, məsələn, uşaq yaşlarda, komandalarda bu kiminsə uşağıdır, bu kiminsə qohumudur, bunu oynat, onu şeylə, buna daha çox şans ver, bunun pulu var, pul verir, məsələn, baş məşqçiyə aşağı yaşlarda 14, 15, 16, məsələn, 10 yaşlarda bu uşağı qabağa çəkin, oynasın. Bəlkə də bu şey olmasın deyə Avropadan gedib bilin gətirirlər ki, heç olmasa 6 yaşlarda həqiqətən istedadlı uşaqlara şans ver. Bizimkilərdə o oradan təzyiq göstərir, ona zəng elətdirir, bu buna deyir, ondan xahiş elətdirir, ona hədiyyə göndərir, bu buna keçənmirsən. Çünki bundan hamı Azərbaycan balaca bir yerdir. Bakıda demək olar ki, çox adamı təkrarən görə bilirsən, bəli. Yəni ona görə Azərbaycanın bir baş məşqçi olaraq təyin olunmağı və o insanın loyal şəkildə yalnız istedadlı uşaqlara şans verəcəyi. Mən inanmıram ki, Azərbaycanda istedadlı uşaq yoxdur. İnanın ki, var. Sadəcə o müəyyən etap var ki, o istedadlı uşağı tam yetişdirib professional futbola atmağı o keçid dövründə qırılma gedir bizdə. Yəni biz də sən nəyə gəlirsən? Ona görə də bəlkə də deyirəm, o düşüncədən, o prizmadan yanaşıblar ki, bəlkə də heç olmasa bu tərəfdə Ayxanı 30 vurmuşuq, Ayxan kimi bəlkə ikinci bir Ayxanı tapsırlar, inan ki, gətirib o qoyarlar. Mən sənə bir söz deyim, bax, burada o bildim, yəni baxış bucağını bildim sənin. Amma burada məsələ nədən ibarətdir? Burada məsələ odur ki, qardaş, legioner gətirmirsən 20 yaşlarda. Məsələn, dedin, zəng eləməyi tapşırıq, mənim ay falan kəsin, nə bilim nədir, sən Allah bu uşaq yaxşıdır. Bu imkan ver, bunu çağır. Mən inandırım sən ki, o Elmar Baxşiyev, tanıdım, bildiyimə görə deyirəm. Nə, belə deyək, Azər Bağırov. İndi Azər İndi nəysə, nə Vaqif Cavadov, bax mən Cavad, çünki Sumqayıt 2-dən də, yəni hal-hazırda çalışır orada məşqçi olaraq. Yəni əsas Sumqayıtın əsas heyətində də baş məşqçilik eləyəndə də orada nələr döndüyünü, orada istedada görə, taktiki, texniki bu futbol anlayışına uyğun olan neçə oyunçular gətirdi. Aşağı yaşlarda. Yəqin ki, bu gedişlə İliç gedir, Vaqif ora qalxar. Vaqif və çox istəyirəm. Bəlkə də Vaqifin ümidi oradır. Bəlkə də Vaqifi təklif götürüblər. Ola bilər. Biz bilmirik axı kimlərə təklif. Ola bilər. İndi məsəl üçün. Bu 20 bu arada martın 16-sında mətbuat konfransıdır. İndi açıqladı AFFA Jorge'nin. Jorge. Bir ay verilişə gəlməmişdi, yolda ilə oxuyurdum. Bir yazı yazmışdı, məqalə var idi. Bir səhifə Instagramda yazmışdı o barədə. Bilsən, yenə də deyirəm, hər cür prizma ola bilər. Ola bilər ki, məsələn, AFFA'nın bəyəndiyi Ayxan çıxdı da oradan. Məsələn, ora layiq gördüyü adam əlində başqa işi var idi. Məsələn, Vaqifə. Bəlkə də Vaqif Sumqayıt rəhbərliyi ilə danışıb, Sumqayıt rəhbərliyi deyib ki, İliç vəziyyəti düzəltməsi səni qoyacaq bura. Ola bilər ki, hal-hazırda İliçin göndəriləcəyi barədə çox şey yazılır. Çünki Sumqayıt həqiqətən çox pis çöküşdədir. Bir günlərimdə veriliş çəkiləndə Şamaxı ilə oynadı. Yəni Sumqayıt həqiqətən çox pis çöküşdədir. Və Ayxan Abbasova da indi qalib gələ bilməsə orada,
Heç bəlkə martdan sağ çıxmadı. Yəni o da var. Bəlkə məsələn Vaqifə təklif götürüb Affa deyib ki, yox. Mənim məsələn ki, amma məsələn Elmar Baxşıyevə ola bilər ki, götürmür. Bəlkə də başqa bir prizmadan yanaşıblar. Bilmək olmur. Bilsən kimlərə təklif götürülüb? Affa açıqlama versə ki, məsələn biz mən sənə siyahıda 10 dənə adam vardı. Bunlar Azərbaycan futbolunu illərdir hər birimiz izləyirik. Yəni bunların içindəyik deyə. Mən inandıram sənə ki, heç bir yerli mütəxəssisə təklif götürülmür. Doğrudan. Onda o Affa əminəm. 100% əminəm. Onda o Affa ancaqdır. Əlbəttə. Yəni əgər göndərim, yox. Yəni qardaş, bu günlərim Elmar Baxşıyev işsizdir, Tərlan Əhmədov işsizdir və Vaqif Cavadov işsizdir deyirsən məsələ. Ola bilməz ki, milli komandadan heç vaxt heç biri qaçmaz. Yəni çünki yəni bu dəqiqədə yəni istəyərlər, bilirəm ki, yerli burada məsələn mən sənə inandırım ki, 20 yaşlarda bunlar üçün daha rahat olar o işləmək. Çünki seleksiyanı belə deyək də əvəzedici komandalarda çalışan mütəxəssislər də dostlarıdır. Hamısı bilirlər də o aşağı yuxarı. Niyə mən dediyim söhbətə gəlir? Yox, indi məsəl üçün, məsələn mən sənə bir söz deyim. Bax, məsəl üçün Neftçi 2-də Aslan Şirinov var, sağ cinah müdafiəçisidir. Mən məsəl üçün inanıram ki, bax tam əminliklə inanıram ki, 20-21 yaş, 20-21 arasındadır. Yayda təlim məşq toplanışına Vernidub onu köməkçiləri izlətdirir. Əminəm ki, aparacaq o təlim məşq toplanışına yoxlamaq. Ki, aparacaqlar. Yəni böyük ehtimalla. Məsəl üçün onu da kim məsləhət görüb? Məsələn Rəşad Abdullayev gətirir. Məsələn Neftçi 2-də məşqçi Rəşad Abdullayev. Adam iş görür də, görürsən ki, bu uşaqlarla, bu yaş kateqoriyası ilə işləməyə bacarır. Yəni Rəşad Abdullayev gətirdi. Mən neyinirəm Rui Jorjeni, Morjeni, Porjeni, Porşeni. Yox, aydındır. Affa indi mətbuat konfransı olanda bu sualı verilməlidir. Mən şəxsən istəyirəm gedəm o sualı verəm ki, siz niyə bizim yerli mütəxəssislərdən hansısa təklif göndərmisiniz? Niyə yerli mütəxəssis yox, məsəl Rui Jorge. X adam gəlir. İndi deyəcəklər ki, bizim gələcəyimizdə məsələn orada mən əminəm ki, bu günlərim futbolumuzda strategiya rəhbərlik eləyənlər, hansı ki strategiya üzərində çalışmalar oldu və s. Affa rəhbər inandırım sənə ki, bəlkə də hansısa müxtəlif yalanlarla həm rəhbərliyi inandırırlar ki, Rui Jorge bilsən nədir? Bu adam Portuqaliyada düzdür, nəticə verib. Əslən Portuqaliya yaş kateqoriyasında, Azərbaycan millisinin yaş kateqoriyasında bir tuta bilmərsən. Onlar da 20 yaşında Arsenalda və yaxud da nə bilim Liverpoolda oynayır. Nə bilim ən azı Portoda 18 yaşında Portoda debüt edir. Biz o deyil yaxı. Yox, aydın məsələdir. Onlarla biz İndi mənə maraqlıdır da qardaş. Valla bəlkə də mən də o postda olsam Rui Jorge gətirərəm. İndi bilmirəm orada necə baxış bucağı necə olur, yuxarıdan necə görürsən. Mən inanmıram. Məsələn sən deyirsən, amma ki mən inanmıram ki, onların əlində siyahı olmasın ki, bu adamlar var. Məsələn biz bundan çək gedək bunu. Ya bu bizə deyəsən ki, Portuqaliyadan Azərbaycana gələn 2 dənə adam var idi. Biri Fernando Santos'dur, bir də Kaskilyadır da, yəni bildiyimiz. Bəlkə onların adamları da, agentləri də onları Azərbaycana gətirən. Deyiblər ki, belə bir istedadlı uşaq da var. Çıxsırdı, adından ölür, pul parası yazdı. Biraz pul qazanır. Sizdə biraz artıq pul var. Bilirəm ki, onu sağa sola xərcləyirsiz. Buna da 5-10 manat verin. Bu da ailəsini dolandırsın. Bilmirəm, əslində mənə elə gəlir ki, yəqin ki biraz məntiqimə sığmır. Yəni niyə yəni siz Azərbaycanda mütəxəssislər ola da, yəni yerli futbolu bilən, futbolu anlayan, onun içində olan Azərbaycanlılara yönəlməyib də xaricə yönəlmisiniz. Ya bunun bir səbəbi ola bilər, bayaq qeyd etdiyim kimi, bu nepotizm söhbətlərin qabağını almağı, qohumbazlıq, tanışlıq, ay mənim uşağımı çağır milliyə, ay onu çağır, ay bunu çağır. Digər istedadlı uşaqların, həqiqətən ora layiq olan uşaqların önün açmaq üçün belə bir adamı gətiriblər ki, buna heç kimin əli çatmasın. Bəli. Buna heç kim zəng edib deməsin ki, doyub olası filan kəs var ya, orada mənim bacım oğludur, onun bir dənə 20 yaşlıya çağırqla oynasın. Bəli. Bunun CV-sində yazılsın ki, bu 20 yaşlı Azərbaycan milli yığmasında oynayıb ki, mən bunu sonra harasa Avropaya, harasa satın və ya göndərim, neyiniyim. Yəni, ola bilər ki, bu prizmadan yanaşıblar. Ya da ki, digər tərəfdən deyiblər ki, qarşı Azərbaycanlı olmayacaq. Millinin başında Azərbaycanlı var, 20 yaşda Azərbaycanlı olmayacaq. Burada da başqa millətdən olacaq. Hardan gediblər, bəlkə də Kaskilya tapıb gətirən deyiblər ki, bir dənə də biz üçün bir dənə normal bir dənə baş məşqçi. Yəni burada bilsin necədir? Qardaş, ad olaraq əladır, məsəl üçün. İstəyərik ki, lap nə bilim, ən möhtəşəm gəlsin. Nə bilim, gör adicə, yəni həm də bura bilsin necə. Biz futbolda da çox təəssüf olsun ki,
Futbolda mentalitet də çox önəmlidir. O boyda Mourinho Türkiyədə mentalitet deməzdim ya futbolda. Bizdə düşüncə fərqi, yanaşma fərqi. Yanaşma fərqi var. O mentalitet aidiyyatı yoxdur. Bizim millətin işinə yanaşması fərqlidir. Biz Alman kimi və ya Avropalı kimi, İtalyan kimi, İspan kimi işə yanaşmırıq. Yox, biz İtalyanlar kimi yanaşırıq. Vetsiz, imkan olsa 3 saat abid eləyərik. İtalyanlar kimi işlərinə bivec yanaşan ikinci bir millət mən tanımıram da. Afrika millətlərini qoymaq üçün. Yəni İtalyanların gördüyü işləri dünyada indi hamı deyəcək o cürlə dünya maşınları dizaynda valla gedib diqqətlə araşdırsaq görərsiniz çox həqiqətən bərbad şəkildə düzəldirlər. Yəni vetsiz işlərinə çox vetsiz yanaşırlar. Öz istirahətlərindən qalmırlar. 2 saat, 3 saat günorta yeməklərinə vaxt ayırırlar, yatırlar, edirlər. Nəysə, bir Alman kimi düşünmürük, bir Alman kimi işə yanaşmırıq və ya İsveçrə kimi, Avropalı kimi, yəni bir Çinli kimi işə yanaşmamız yoxdur. Amma bir şey də var ki, Asiyadan biz Asiyalıyıq da, biz Avropalı deyilik. Bizim hər məhəlləmizdə futbol meydançası yoxdur, otorite yoxdur. Ki orada uşaqlar hər gün futbol oynasın. Futbol təkcə gedib 1 saat məsələn falan şirkətin ödəniş edib orada məşq eləməkdən ibarətdir. Futbol gəlib bütün gün oynayasan, küçədə oynayasan. Və uşaqları sən Azərbaycan valideynləri uşaqların küçəyə buraxırlar ki, küçədə bütün gün futbol oynasınlar. Yox. Amma əvvəlki uşaqlar oynayırdı. Ona görə bizdə elə nə çıxsa əvvəlki futbolçulardan çıxdı. Çünki onlar tək gedib məşqdə eləmirdilər. Gəlirdilər həyətdə də 11 tuş oynayırdılar, məhəllə futbol oynayırdılar. Tək qapı oynayırdılar. Çünki indi aşağı düşürsən uşaqlar futbol oynamır. Amma əlində telefon. Hamı əlində telefon var. Yəni məşqdən çıxan kimi uşaq əlinə telefonu götürür. Səncə o məsələn gündə 1 saat məşq eləyən futbolçu ilə gündə 5 saat, 6 saat futbol oynayan uşağına arasında bunun arasında nə qədər fərq ola bilər ki? Çünki bunun 5 günə gördüyü işi bu 1 gündə görür. Gör nə qədər bunu qabağa qabaqlayır. Həbsi Avropalı uşaqlara baxırsan, mən bir dəfə oturdum İngiltərəyə araşdırırdım, baxırdım ki, bu necədir. İngiltərədə hər məhəllələrdə təbii otorite ilə futbol. Düzdür, biz İngiltərə deyilik, yəni. Onlar yəni imperiyalar. Amma sən bilirsən, bizim iqlim qurşağı, yerləşdiyimiz iqlim qurşaqları imkan verir. Bizə imkan verir. Bizə sadəcə, mən deyim, bizim xalq olaraq futbola yanaşmamız düz deyil. Yəni yoxdur da bizdə qardaş, mən yadımdadır, mən daxil, mən də uşaq vaxtı gedib futbol oynayırdım. Mənim müəllimimiz var idi, keçirdi, eləyirdi. Bizdə uşaq valideynlər deyir, bu nədir? Get dərs oxu qına. Futbol nədir? Hə, dərs oxu, get dərs oxu. Amma mən buraxsaydım, mən də futbolçu olardım. Uşaq idi, nə futbola git dərs oxu. Get dərs oxu. Get oxu, dərs oxuna, qabağa get. Şeytalarda gizlədirdi. Ay, almırdılar, deyirlər futbol nədir? Olanda da gizlədirdi. Bir dəfə qolu sundurdun, futbol nədir? Futboldan futbol sənlikdir. Amma həminki dövrdə çıxan uşaqlar, yəni indi yoxdur. Təzə Vaqif Cavodov yoxdur. Mahir Şükürov yoxdur, Ruslan yoxdur, Zahir Tağzadə yoxdur, Ramazanov yoxdur. Mahmud Qurbanov yoxdur. Yəni kim var? Elvin yoxdur. Yəni heç kim çıxmır ki. Çıxmır. Yoxdur. Yəni ümid edirik ki, var olar. Bunun üçün yəni xalqın düşüncəsi futbola dəyişməlidir. Xalqın düşüncəsi necə dəyişə bilər? Stadionlarda insan olmalıdır. Bax mən sənə deyirəm ki, o strategiyanı mən oxudum. Yəni vaxtı çox getdi. İnandırım sən o strategiya əməl edilsə, yaxın 15 il, 20 il ərzində çox böyük inkişaf olar Azərbaycan futbol adına. Əgər əməl edilsə. Bizdə çox vaxt kağız üzərində qalır çox şey. Mən deyim niyə görə qalır da. Bayaq yenə dönüb gəlirik, söhbət xalqa dirənilir. Bax, tutalım ki, indi bu yeni binalarda, tikililərdə hamısının həyətində var. Basketbol meydançası da var, futbol meydançası var və bir çox Bakı həyətlərində. Mən nə vaxt görmüşəm boş qalıb. Hə, mən şəxsən bəzi kirayə qaldığım elə 2018-2019-da bu Gənclik tərəfdə qalırdım. Orada belə köhnə binalardı, amma həyətində tikmişdilər. İndi bələdiyyə tikib, AFFA tikir. Yəni kim tikir, amma tikirlər. Yəni bu tərəfin deyirik, bu tərəfində deyə. Stadion var idi. Mən hər gün oradan keçəndə boş idi. Ya bu uşaqlar hanı? Uşaq oynamır. Əgər uşaq futbol oynamırsa, basketbol oynamırsa, valideynlər uşaqları idmana yönləndirmirsə, bizim cəmaət uşağı nəyə yönləndirir ən çox? Döyüş idmanlarına valideynlərin əksəriyyəti. Ki, məni də məsələn döyüş idmanına 4-cü, 5-ci aparıb
atam demiş ki, boksa qoyun uşaqları. Hə, 3 il, 4 il qolum sınana kimi o həm orada, həm özüm futbol oynayırdım, həm o boksa gedirdi. Hə, hamının elə. Hə, döyüş idmanına. Ona görə döyüş idmanında biz çox yaxşıyıq. Fərdi idmanında belə. Hə, fərdi idman. Çünki bizdə Qafqazlıyıq, biraz temperament bəlkə də ondan irəli gəlir. Biz daha çox döyüş idmanlarına bizim millət yatımlıdır. Və bizim uşaqları da valideynlər ən çox ora yönləndirir. Bizdə məsələn məşhur üzgüçü tanımırsan. Tanıyırsan? Üzgüçülük nədir? Yox. Atlet tanıyırsan? Yəni Haile İbrahimov tanıyır. Yəni yoxdur. Sonra bir paralimpiyaçımız var. Hatta bir dənə, iki dənədir. Bir dənə, iki dənə, yəni məsələn bizim gimnastlarımız var idi. Əksəriyyəti məşhur. Hamısı deməli rus balaları. Biz tanıyırdıq kimi? Bakı rusları. Quliyevi. Elvin Türkiyədəki demirsən, o Türkiyədən çıxdı, bizdən çıxmadı. Biz yetişdirdik onu. Biz yetişdirdik. Burada yetişmişdi. Qaçdı getdi ora. Burada yetişmədi də, qaçdı getdi ora ki, burada şərait yoxdur o şeylə məşğul. O imkanlar ona tanıdıldı. Onu deyirəm də, yəni burada o şey yoxdur axı. Yəni insanlarda o işə maraq olsun ki, gərək görsünlər ki, burada bu işə, məsələn, elementar deyirəm də, biz indi YouTube-da yayım aparıq, düzdür? Bizi kimi çox adam olanda, bu adamlar görür ki, bu insanlar YouTube-da yayım eləmək üçün yer axtarırlar, studiya axtarırlar. İnsanlar başlayır studiya yerləri qurmağa ki, çünki tələbat var. Eyni şeydə. Gələ bir tələbat ola ki, o işdə görəcəklər ki, buna tələbat var da, bu şey inkişaf elətdirə, bundan pul qazanar. Eyni şəkildə futbol da həmçinin. Stadion tikəyi, kimi oynamırlar axı. Çoxu boşdur. Valla çox qəribə. Biz tərəfdə də var. Adətən arada özüm keçirəm oradan görüm uşaq. İnanırsan həmişə boşdur. Yoxdur da, uşaqlarda maraq yoxdur. Bir, valideynlər əsasən qoymurlar uşaqları. Yəni valideynlər deyir ki, əvvəlki qədər maraq futbol nədir? Bizim uşaqlıq dövrümüzdə olan maraq qədər indi yoxdur. Çünki bizdə başqa maraq dairəsi yoxdur. Bütün gün futbol oynayırdıq. Məhəllə-məhəlləyə, 4 komanda, 5 komanda, çempionatlara gedirdik. Gedib tirdən kubok alırdıq. Yəni 4 məhəlləyə oynayırdıq. Bütün bina atışırdı, top alırdıq, top qalırdı bizdə. Kimin ya və ya kimsə özü top alırdısa, o uşaq oynayana kimi, o uşaq kapitanlığı da qoy kənara, o uşaq oynayana kimi amma oynayırdı. O uşaq oynamadı, topu götürdü, getdi, futbolda qaldı yarımçı. Yəni bu hamısı yerində xalqdan irəli gəlir. Yəni biz millət olaraq özümüzə ilk öncə sual verə bilərik. Güzgüdə duranda belə özümüzə sual verək ki, sən istəyirsən ki, sənin övladın futbolçu olsun. Bu suala cavab. Yəni sual budur. Amma indi istəyirlər, amma bizdə ancaq bilsən nə var? Bizdə tələb eləyirik. Falan şey olmalıdır. Falan şey nətər olmalıdır? Birinci sən bir hərəkət elə də. Biz xalq olaraq bizim milləti bədbəxt edən Sovet sosialist hökumətidir. Çünki xalqın əvəzinə hər şey hakimiyyət edirdi. Rahatlıq idi. Bizim həmin o Sovetin dövründə çıxmış bizim atamız da orada doğuldu, 69-cu ildə. Yəni orada böyüyüb onların düşüncəsi, onlar belə görürlər ki, dövlət elə. Ona görə baxırsan ki, dövlət falan şey eləməlidir, dövlət falan şey eləməlidir, dövlət onu eləməlidir, dövlət, qardaş biz Sovetdə yaşamırıq, dövlət onu eləsin, dövlət bunu eləsin. Dövlətin öz strukturu var, dövlət öz işlərini görür. Dövlət gedib stadion, dövlət affanı yaradıb, affa pul ayırır, deyir qardaş get futbolla məşğul ol. Sovet kimi deyir, hamı plan verməlidir. Bu rayon 5000 ton pambıq verməlidir, o taxıl verməlidir, bu şey. Hamı da kağız üstündə yazırdı, amma Sovetdə elə bir şey yoxdur, ona görə dağıldı getdi. Yəni bu düzgün işləmir. Ona görə ilk öncə nə olmalıdır? Tələb və tələbat olmalıdır ilk öncə. Və ona doyğun bir şey yarar. İqtisadiyyat qanunu var da. Tələb təklif var. Deməli bizdə tələb yoxdur ki, futbola əslində. Stadionlar boşdur, azarkeş yoxdur. Yəni rayonlarda var, rayonlarda elə futbol çıxanda hamısı rayon uşaqlarıdır. Rayon uşaqları. Bakıdan futbolçu tanıyırsan məşhur? İndi Azərbaycanda oynayan. Ki Bakılı balası çıxıb güclü futbolçu. Elvin cənub bölgəsidir. Bəhlul o tərəfdən. O tərəfdir. Hə, ki ad nədir? Toral cənub bölgəsidir. Qarabağın əsas oyunçuları. Bakılı balası var güclü futbolçu Azərbaycanda oynayan. Yığmamızda. Yox. Yığmamızda Bakı hamısı regionları təmsil, regionları təmsil Bakıda böyüblər də əksəriyyətlə. Bakıda böyüsünlər. Məsələn Musa Bakıda böyüyüb. Nəriman Xəzərin o Lənkərandan Elvin o da Lənkəran. Baza oradan gəlir də. Oradan köçürlər gəlirlər Bakıya ki, çünki klubların əksəriyyəti Bakıya gəlir. Amma ki Bakıdakı uşaqlarda o valideynlər ona yönəltmirlər. Bakı bilsən nəyə bənzəyir? Bəzən futbol əslində kasıbların oyunudur. O vaxtı mənə müsahibə verəndə
Şenol Güneş demişdi ki, o vaxt biz İdman TV-dən Ayluz Liqa verilişini çəkəndə əvvəl biz oynayan vaxtı deyir, zənginlər izləyirdi, biz fakirlər oynayırdıq. İndi amma futbolçular zəngindir, izləyənlər fakirlərdir. Hə. Elə ki var. İndi futbolçunun bu günlərim, yəni baxırıq ki, futbolçunun aldığı məvacibləri, yəni möhtəşəmdir də. Azərbaycan standartlarının üstündədir. Neçə dəfələrlə və bunu maraqlıdır, valideynlərin xəbəri yoxdur. Amma çoxunun artıq yavaş-yavaş hansı gedirsən futbol məktəblərinə, nə bilim Neftçinin 12-13 yaşına, nə bilim nə baxırsan ki, uşaqlarını gətiriblər ki, çünki millət futbol var orada. Getmək istəmirəm. Futbol var burada. Elə bilirlər ki, ora gətirdim, futbolçu olacaq. Vəssalam şut tamam. Bu möhtəşəm pul. Ya futbolda, yəni o valideyn özdə həm uşağın öz həvəsi olmalıdır, həm valideyn üzərində durmalıdır. Yəni tək şansdan getmir. Azərbaycan futbolunda şans çox önəmlidir. O qohumbazlıq söhbətinə gəldi yəni. Yəni o tək futbolda deyil, bütün Azərbaycan belin yıxan, yəni ən şeydir. Bütün sferalarda. Bütün iş yerlərində belə qohumbazlıq bədbəxtlik var. Məncə biraz ətraflı müzakirə apardıq, hər şeydən danışdıq. Çox danışmaq olar. Bəli, çox danışmaq olar. İnşallah növbəti verilişlərimizdə Footcast TV-də olsun diqqətiniz, gözünüz, tez-tez, yəni abunə olmamısınızsa abunə olun ki, sizə bildirişlər də gəlsin ki, yəni bizi izləyənlərin 75%-i kanala abunə deyil. Və bax bu çox təəssüf hissi doğurur. Küstük. Danışmayacaq. Sizlə danışmayacaq. Xahiş edirəm, daxil olun. Abunə olmamısınızsa abunə olun. Pulsuz bir şeydir. Abunə olmanız bizim daha fərqli verilişlər yaratmağımıza, daha fərqli layihələrlə, görüşünüzə gəlməyə imkanlar yaradır. Odur ki, bir dənə belə barmaq tıklayasınız və salam. Burada qeyri-adi bir şey yoxdur ki, fiziki güclə sərf eləmirsiniz. Pul istəmirik ki. Odur ki, Fenerbahçe rəhbərliyi kimi. Odur ki, İban burada. Bəli, biz pullu YouTube kanalı önümüzdə də ki, deyək ki, pul ödəyib abunə olursunuz. Nəysə. Odur ki, diqqətiniz Footcast TV-də olsun və abunə olun. İzlədiyiniz verilişləri, canlı yayımları bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin. Deməsən olmur layihəsinin növbəti buraxılışını təqdim etdik. Rafailə təşəkkürümü bildirirəm. Ehtiyatlı olan qüvvədir. Rafail bəzi məqamlarda verilişlərə dəstəkdir. Yəni verilişlər həm arxada, həm öndə, hər yerdə. Hər yerdə. Odur ki, dərin təşəkkürümü bildirirəm. Bu gün anekdotuna oxşadı. Deyir, general əskərini çağırır ki, deyir, düşmən deyir, üstüvə gəlsən, deyir, avtomatı götürüb güllərim, deyir, bir avtomatın olmasa, deyir, bıçağımı götürəcəm, deyir, bıçaqlayacam, deyir, bir də bıçağımı, deyir, amma qranat götürüb tullayacam, deyir, və o olmasa, deyir, general deyir, üzr istəyirəm, deyir, mən deyir, tək döyüşürəm, deyir, indi onu sözləməsin. Rafael orada da var, burada da var. Odur ki, təşəkkür edirik sənə də, vaxtı aydın gəldin. İnşallah gələn həftə deməsən olmur verilişin növbəti buraxılışına dək, hələlik deyirik. Yeni verilişlərdə, efirlərdə görüşmək ümidi ilə. Sağ olun. Arrivederci. Sağ olun.